Salam dostlar, xoş gördük hər birinizi. Dostlar, çoxdandır video çəkmirəm, bəlkə də ay yarım olar, bəlkə də artıq olar. İndi belə bir inkubator yığmışam. İndi arada videonun ortasına qoyaram. Bir əvə çəkmişdim, düzəltmişdim daha doğrusu. Videolar da çəkmişdim biraz. Mutlası çıxmadı. Arada bir gün işıq keçdi. 4 gündüm, 5 gündüm qoşmuşdum. Bunun içine 40 tane murta koydum indiyə. Yenicə koydum təzədən. Bir dəfə 40 tane murta koymuştum. Xarab oldular. Dediğim kimi bir gün işıq keçdi. Bir gün akşama kadar işıq yanmadı. Aparatlarım da bunlardı. Temu'dan sipariş eləmişdim bunu. Bu da 220-12 volt eləyəndi. İçeride ventilatör var. Bu ventilatörün işlediğin 12 volt ventilatör var. 220-12 eləyir. Bu da termokontrollerdi. 100 wattlıq lampoçka qoymuşam içine. Lampoçka o işlədir. Şimdi burada temperaturunu az koymuşam. 36'da keçir, 37'de de yanır. Burada da termokontrollerin şunuru var. Daçki var içinde. İçinde gene tekrar göstereyim. Şey yansın zat. Şey yanında içini göstereyim. Bakın içi bu vəziyyətdədir. Orada lampa var, orada ventilator fırlanır. Lampanın altında da qabda su koymuşam. Nəmlik dərəcəsini tutturmağa. Buradan da termometr koymuşam əlavə. Həm istiliyini. Baxın içindəki istilik 39 dərəcəyə çatır. Nəmlik faizi də 45%'dir. Birazdan indi 50-55'e çıxacaq. Bunu bugün koymuşam. İndi 3 gündən sonra başlayacağım. Gündə 3 dəfə, 4 dəfə murtaları o üzə bu üzə çövrəcəm. 18-ci günə qədər. 18-ci gündən sonra daha çövrməyəcəm. İndi bir də bunun ölçülərini verim. Ölçülərinə baxaq indi. Eni yarım metr olur, 50 santı. 50 santı da uzunudur. 50'nin 50'ye hündürlüğü de hardasa 37 santı da hündürlüğü var. Materialın qalınlığı da təxminən 3 santiyə qədər olmalıdır. Ağ plastik qubqadan düzəltmişəm. Baxın, belə bir materialdır bunu oxşayan. Eyni bunun kimi yumuşaq materialdır. Qalınlığı hardasa 3 santi idi də bu qalınlıqda. Üstündən də yuxa şır kimi şey çəkmişəm. Baxın, belə bir şey çəkmişəm üstündən. İşığı keçirməsin deyəni. Otağa çox işıq verirdi. Buradan da özüm baxmağa bir pəncərə qoymuşam. Akuşka şüşəsidir, yapışdırmışam bunu. Bunu mən keçən dəfə düzəldəndə işıq keçən günü içine şam düzəldib qoymuş. Şam yandırmışdım içində. O videoyu da araları yerləşdirərəm. Şamla da olmadı. Mən dedim olar ama olmadı şamla. İndi beləcə düzəltmişəm. İnşallah işıq keçməz. Kontroller ışığını lazım olanda yandırır, lazım olanda keçirir. İndi 40 murta koydum büyün. Gözləyək 8-ci günündə murtaları yoxlayacağım. Telefonun ışığından akşam vaxtı baxacağım. Görüm içində inkişaf var mı? Belə dostlar, inkubatorun bu formadadır. Biraz da elektrik sistemini ətraflı göstermeye çalışayım. Bakın bu bizim 220 volt.
Rozetkaya qoşmuşam. Buradan gəlir 220 volt baxın. Həmən bu qara şnur. Əlimə bu toka vurdurmadan göstərim. Bu qara şnur gəlir. Burada baxın qırmızı ilə qara bu aparata qoşulur kontrolerə. Kontrolerdən də baxın burada sarı ilə qara var yenə. Onlar da çıxır gedir orada lamçıqaya qoşulur, lamçıqanın badronuna. Bu qara şnurda inkubatorun içində daçki var. Buraya məlumat ötürən onundur. Bir də 220-dən gələn, ana şnurdan gələn, burada baxın 2 yerə bölmüşəm. Biri kontroleri gedir, biri bu aparata gəlir. 220, 12 volt eləyən. Buraya 220 gəlir, 12 volt çıxır. Baxın bu balaca qırmızı qara şnur ventilyatora gedir içəridə. Bunun sistemi budur. Bunun da stilik normasını, yəni neçə dərəcədə lamşkoyu açsın, neçə dərəcədə keçirsin, onu buradan bu düymələrlə düzəldirik. Bu yuxarı oxulanı basılı tutanda aşağı temperaturunu düzəldirik, yəni neçə dərəcəyə düşəndə yansın. Məsələn, indi 35 dərəcəyə düşəndə yanacaq. 36-da da keçir. Bu da 36 tərəfini düzəldir. Yəni bunu istəsək 37 ilə 36 da eləyə bilərik. Neçə istəsək eləyə bilərik. Belə dostlar, salamat qalın. Gələn videoda görüşərik.